Milli Hidrometeorologiya Xidməti rayonlarda gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə xəbərdarlıq edir. Doğru Xəbər Azərbaycan bildirir ki, Nazirliyin xəbərdarlığında deyilir. İyunun 21-dən 24-nə qədər Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı, şimşək çaxacağı, ayrı-ayrı yerlərdə yağıntıların intensiv, leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Gözlənilən yağıntı ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan bəzi çaylardan qısa müddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən yağıntılı hava şəraitində əhalini son dərəcə ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına maksimum dərəcədə əməl etməyə çağırır. Ciddi təhlükə olduqda isə 112 qaynar xəttə zəng edə bilərsiniz.